Hər vaxtınız xeyir olsun. Media Balansın Meetup layihəsini izləyirsiniz. Bugün müzakirə edəcəyimiz mövzu real time marketinq və Google reklamları haqqında olacaq. Həm söhbətimiz isə rəqəmsal marketinq üzrə mütəxəssis Babaxan Məliklidir. Xoş gördük. Necəsiz? Xoş gördük sizlər də. Təşəkkür edirəm. Siz necəsiz? Yaxşı, çox yaxşıyıq. Bugün sizinlə müxtəlif mövzuları müzakirə etmək istəyirik və istəyirik ki, gənclər sizə baxıb biraz da maariflənsinlər. İnşallah. Görək əlimizdən gəldikcə danışaq, nələr lazımdırsa müzakirə etməyə çalışaq ki, həm maariflənsinlər, həm də ki, yeni bir şeylər qataq onların həyatına, belə deyək olan karyeralarına. Öncə bundan başlayaq ki, real time marketinq nədir və onu klassik marketinqdən fərqləndirən nədir? Belə klassik marketinq deyəndə, yəni ümumiyyətlə marketinq işləyir. Bu bizim günümüzdə, həyatımızda, hər yerdə işləyir. Amma real time marketinq sadəcə onun müəyyən bir taktiki bir gedişlərdir. Hər hansı bir cəmiyyətdə baş vermiş bir hadisə varsa, həmin hadisədən istifadə edərək öz biznesində bunu həmin hadisəyə uyğunlaşdıraraq öz biznesinə bağlaya bilirsənsə, bundan sən trendə düşmüş olursan və bu trenddə səni bir növ həm məhsullarını satdıra bilər və ya da sənin brendini həmin bazar üçün daha da yuxarı qaldıra bilər. Buna son dövrlər, məsələn 2021-ci ildə Jean-Claude Van Damme yəqin ki tanıyırsınız. Bəli. Çox məzəli məsələn də My Brand Shop'dur səhv eləmirəmsə, myshop.az-dır səhv eləmirəmsə. Jean-Claude Van Damme Azərbaycanlı bir qız aldı öz oğluna. Bəli. Yəni də gəlini Azərbaycanlı oldu belə. Van Damme-ın şəklini qoyaraq orada deyirlər ki, Van Damme da öz cehizlərini My Brand Shop'dan aldı, bəs sən deyə öyle bir şey istifadə etmişlər. Çox məsələn əslində maraqlı bir uyarlamaydı. Ya bundan başqa ümumiyyətlə hər hansı bir brend cəmiyyətdə olan bir hadisə var. Məsələn Game of Thrones. Game of Thrones-un axırıncı sezonu və ondan əvvəlki bir sezonunda demək olar ki, əksər şirkətlər Game of Thrones-un onun məsələn də istifadə elədilər. Bilmirəm, məsələn bizim tarlada məsələn istifadə eləmir. Ya o kimsə onu düzəltmişdi və ya da bizim tarlada birbaşa istifadə eləmişdi. Winter is coming. Bizdə də qışdan nə istifadə olunur? Turşular istifadə olunur. Turşu bankalarını qoymuşlar oradakı aktyorların yerinə. Bəli. Məsələn, bundan istifadə edib, onu da istər-istəməz insanlara maraqlı gəlir və daha çox insan bunu paylaşır. Daha çox paylaşdıqca istər-istəməz X bir şirkət olsun, onun məsələn də brendin adı görsənir və daha çox belə deyək ki, həm də real time marketing bir növ həmin şirkətin insanlara daha yaxınlaşdırır, bir növ belə ki, onlardan olduğunu göstərir. Amma bu həddindən artıq böyük həssaslıq tələb eləyir. Bəzən elə bir vaxtlar var ki, siz onları real time marketingdə istifadə etməməlisiniz. Misal üçün nələr? Misal üçün Türkiyədə məsələn zəlzələ olmuşdu. Bəli. Yəqin ki, fevral ayında və həmin baş verən zəlzələdən istifadə edən bir Azərbaycan tikinti şirkəti var idi ki, reklam edir ki, bizim tikinti materiallarından istifadə etsəydiniz, belə bir eviniz yıxılmazdı tipli bir şey istifadə olunmuşdu. Bu yaxınlarda belə bir hadisə bizdə də yaşandı. Səhv etmirəmsə taksi xidmətlərindən birində, bəli. Onu bir şirkət bir şirkət, mən deyim də, yəni istəyirsiniz burada, yəni heç bir problem deyil. Embowood şirkəti idi. Orada amma qınanıldı. Yes. Birincidə qınananlardan biri də mən idim. Özüm LinkedIn-də bundan bağlı post paylaşdım. Bu birinci növbədə orada insani keyfiyyətlər. Yəni orada bir zərər çəkən insan var. Düzdür, ölüm hadisəsi baş verməsə belə, kimsə orada ölə bilərdi də, kimsə yaralanmışdı da. Və müxtəlif də orada bir neçə də maşın orada belə ki, qəza şəraiti dönəlmişdi. Yaxşı ki oldu ki, başqa bir ağır bir hadisə baş vermədi. Amma bundan siz istifadə edib öz brendinizə birinci növbədə orada həssas mövzu istifadə etməməlisiniz. İkincisi də sənin biznesinə uyğun olması lazımdır. Həm də ki, bu anti-PR-dır axı. Bəzən bəzi şirkətlər, yəni bu şirkət də olmur, yəni hansısa inisiativ alan hər hansı bir marketing mütəxəssisi şirkətin içərisində öz üzərinə götürür deyir ki, okey də mən partladacağam. Yəni mən partladacağam, mən bir dənə post çıxardacağam. Bu post super olacaq da, yəni də. Və bundan hamı bizdən danışacaq. Amma yəni məsələ onun deyir PR-ın hər cürü xeyirdir tipli, məsələn də qara PR-da, qara reklamdır, qara PR, yəni hər cür bunun variantları deyirlər. Deyir ki, hamı məndən danışacaq, hamı mənə paylaşacaq. Hətta onu reklama da qoymuşdular bildiyim qədərinə, nəinki post paylaşmışlar, amma çoxlu qınaq gəldikdən sonra artıq o postu sildilər. Bəli. Hətta üstündən bir gün keçəndən sonra, yəni bilmirəm həmin əməkdaşımı işdən çıxartmışdılar yoxsa yox, amma bir vakansiya elanı çıxdı ki, marketing mütəxəssisi axtarılır həmin şirkətə. Mən düşünürəm ki, bunlar yəni nəzərə alınmışdı əvvəlcədən, yəni qınanılacaq mövzu olduğuna görə insanlar emosional yanaşdılar. Yəni sizə deyim, bəzən nəzərə alınmır şirkətlər. Yəni bəzi şirkətlər sadəcə marketinqin
belə bir okey də olsun da, yəni tipində. Yəni olsun orada 5-10 manat pul verək, bizim postlar çıxanda reklam versinlər məntiqlə yanaşdıqları üçün. Bu belə olmaması lazım. Çünki sənin bir korporativ imicin var. Bəli. Bir o sırf həmin məsələdə bir dənə mövzu oldu ki, yəni o kimi şirkət, Emavodu götürək də, tutaq ki də. O şirkəti keyfiyyətli olmağı, onun məsələn kredit şərtlərinin uyğun olmağı, yerli brendimiz olmağı onun üstün cəhətləridir. Heç kim Emavudun çox sürətli çatdırılma elədiyini göstərmir zaten. Yəni heç kim də onu məsələn də iddia da eləmir ki, yəni də Emavud, yəni mebel şirkətinə heç kim sürət gözləmir ki, onsuz da bir günə, 2 günə gətirib quraşdıracaq. Yəni orada da göstərmək istədiyi ki, biz çox sürətliyik amma qəza eləmirik. Yəni göstərmək istədim. Amma sən sürətlə bazarda öz mövqeyini qorumamısan axı. Sən neçə ilin məsələn o brendisən və sənin burada qurmaq istədiyin başqa bir şey var. Düzdür, bu böyük bir şirkət elədiyi zaman daha çox elə ki, qınaq obyektinə çevrilir. Kiçik şirkətlər bunu eləyirlər, heç bir də fərqi olmur. Nə olmuşdu? Bir dənə psixoloq canlı yayında demişdi ki, yəni, emosional ehtiyaclarını qarşılayan öz həyat yoldaşınızın ona iPhone alan tipli bir şey eləmişdi. Bəli. Yazıcıdadsa bütün şirkətlər demək ki, emosional ehtiyacdan başladılar post paylaşmağa. Onun deyir emosional ehtiyacı yəni Barcelona turudur, deyir bir tur şirkət eləmişdi. Görmüşdüm mən. Deyir onun emosional ehtiyacı deyir qarşılamasa da sayt düzəldirik. Ha sayt.az idi səhv etmirəmsə məsələn belə bir şey çıxardı. Bəs yaxşı, rəqəmsal misal üçün real time marketinq hansı sahədə brend üçün effektiv, yəni təsir göstərə bilər? Bunu belə deyək ki, kiçik orta biznes strukturlar var, bir də daha böyükləri var ki, düzdür, Azərbaycanda Vergi Nazirliyinin çıxartdığı 3 dənə mikrodur, kiçikdir və ortadır, 3 dənə hissəyə bölünür. Bunun daha çox mikro və kiçik elədiyi zaman çox da yəni sən bir ciddi problem də olsa, sənə bir mənfi bir şey, mənfi bir təsiri olmur sənə, imic və mənfi təsiri olmur. Amma bəzən böyük şirkətlər də bunu tutuzdurduqları zaman çox yaxşı effekt olur. Məsələn, belə bir şey deyə bilərəm. Duracell şirkətinin Star Wars-un hansısa bir sezonun çıxdığı zaman, Star Wars-da belə ki, onlar belə ki, lazer olan qılınclarla savaşırlar da, bir növ belə deyək. Duracell öz reklamında göstərir ki, sanki orada onların elə bir şey qəbilə başçısı, o döyüşçü öz lazer silahını arxasını Duracell ilə doldurur tipində bir şey qoymuşdular. Yəni bu dərəcədə effektivdir. Bəli, görədə sanki Duracell ilə işlədirlər. Məsələn, bu bəli yerindədir və böyük bir şirkətdir Duracell və bunun istifadə olunması insanlar da bunu başladılar paylaşmağa. Adətən bunu Amerikada çox yaxşı istifadə edirlər. Amerikada xüsusi hər hansı bir basketbol oyunlarının final mərhələləri olur. Super Bowl adlandırılır. Orada da bəzi ölkədə məsələn kriket, hansı bir final qarşılaşması var ki, məsələn çox məşhurdur bu, tutaq ki. Orada da məsələn də hər hansı bir həmin ölkəyə aid olan müxtəlif məşhurlar çıxış edir. Həmin aralarda reklamlar çox vaxt istifadə edirlər canlı yayın arasında və şirkətlərdə öz ən gözəl reklamların da, real time marketing istifadə edə biləcəyi reklamlar da adətən həmin o aralarda istifadə edirlər və ən bahalı demək olar ki, reklamdır. Yəni çünki çox böyük bir pullar verməlisən ki, səni həmin arada canlı yayın ortasında sən reklamı göstərsinlər. Bəli. Məsələn, Duracellin reklamı orada olmuşdu və müxtəlif başqa şirkətlərin var içində. Bəli, sırf olan, yəni o ən pik saatdır və siz demiş, bu radioda daha çox istifadə olunur, TV-də məsələn prime time adlandırılır, bəli. Həmin saatı almaq üçün şirkətlər arasında əməli başda sağlam mübarizə gedir, mən sizə deyim. Orada artıq saat belə yox, saniyə söhbətidir. Yəni nəsə o 10 saniyəni biz götürək də, 10 saniyə biz orada olaq tipində bir şey istifadə olunur. Belə bir sual ortaya çıxır ki, onda rəqəmsal real marketinqdə, real time marketinqin istifadəsində brendlərin ən çox, ən asan düşə biləcəkləri tələ, səhv hansılardır? Nəyi eləmək olmaz? Siz necədir? Heç eləmək olmaz. Birinci növbədə həssas, zəlzələ, daşqın, sel, yəni insan həyatına toxuna biləcək hər hansı bir nüanslarla bağlı real time marketing etmək çox təhlükəlidir. Yəni risk də, yəni bildiyiniz siz orada dəhşət risk edirsiniz, 50-nin 50-yədir. Yəni tutma ehtimalı 50 də deyil, 80-nin 20-yə. Sən 20% tutsan bəli çox uğurlu ola bilərsən, çünki heç kimin eləmədiyi yerdə sən o hərəkəti eləyirsənsə, çox uğurlu olma ehtimalın var. Amma götürsək ki, burada sənin belə deyək də digər faizlə hansı ki sən uğursuz olma ehtimalın daha böyükdür. Bu da gəlib mənfi şeylər gətirib çıxarır. Bəzən çox olur ki, məsələn də post paylaşılırsa da postu silirlər. Yəni, bu daha da mən düşünürəm ki, yəni
effekti 2 qat aşağı salır silmək. Bəli, məsələn telekom şirkətlərindən biri yadınızdasa təzə Bakıda zəlzələ olmuşdu. Yadınızdasa Xəzər mərkəzli bir 4 nöqtə neçəsi bir zəlzələ olmuşdu. Onu bir telekom şirkəti istifadə etmişdi ki, endirimlərimiz yeri silkələdi tipində bir şey istifadə etmişdilər. Orada da kimlərsə düzdür, çox ciddi olmamışdı, amma kimsə evində nəsə aşmışdı. Və yəni bu biraz həssas mövzudur. Sən bunu istifadə etdiyin zaman bir problemə çıxır. Baxın, sonra ikinci bir tərəfi də var ki, müəllif hüquqları. Sən real time-dan istifadə edə bilərsən, o müəllif hüquqlarına diqqət etmən lazımdır. Məsəl üçün Jean-Claude Van Damme şikayət edə bilərdi. Bəli, eləyə bilər, amma Dünya məhkəməsinə. O kimi şirkətlər adətən, yəni şirkət, yəni aktyor çox vaxt ondan getmir, amma hər hansı bir şirkət adətən birinci növbədə baxır ki, bu şikayət eləyəcəyim, məhkəməyə verəcəyim şirkətin dövriyyəsi nə qədərdir? Təzminat almaq. Bəli, mən buradan təzminat ala bilərəm. Bu şirkət nə qədər böyük bir şirkətdir də. Onu Azərbaycanın köklü bir şirkəti eləsə, bəli, təbii ki, orada artıq, yəni onlar deyəcək ki, məhkəməyə verməyə dəyər və onlar da məhkəməyə gedəcəklər. Mənim birisi maraqlıdır. Bax deyirək ki, real time marketinq daha rahat, daha asan, daha əlçatan, daha perspektivli, maddiyyat çox da tələb eləyən, ağıl tələb eləyən, taktika tələb eləyən bir sahədir. Amma burada da qanunlar keçərlidir, düzdürmü? Yəni kör-körənə mən bunu istəyirəm deyib, dəliyəm dərdimi çəkin deyə dünya yoxdur da. Bura aiddirmi bu? Təbii ki, reklam haqqında qanun var, amma reklam haqqında qanunumuz çox da böyük bir səhifələrdən ibarət böyük bir şey deyil də, yəni qanun əhatə eləmir və adətən də biz onu hər hansı bir ölkələrdəki olan reklam haqqında qanunlar olur. O qanunlar götürülür və bizim yerli qanunlara uyğunlaşdırılır. Müəyyən bir dəyişikliklər olunur. Amma adətən belə deyək ki, qanunlar qanla yazılır misalı var da. Yəni hadisə baş verdikcə qanuna yeni əlavələr olur. Hadisə baş verir, götürüb qanuna yeni əlavə olur. Məsələn, bu çox da ciddi dövlət əhəmiyyətli bir problemə çıxartmadığı üçün heç kim də qanunda bunu dəyişməyə məsələn məcburiyyət hiss eləmir. RTM-lə bağlı bir şey yoxdur və ya ki, reklamda falan bir şey. Amma reklamda nələr olmaz? Orada reklam haqqında qanuna baxsaq, psixotrop maddələrdən tutmuş, məsələn, içki ilə bağlı olsun, necə çox şey bəli. Yəni bu ümumiyyətlə bunu sosial mediaların özü də nəzarət edir. Məsələn, adətən Qurban Bayramında post paylaşmamağa çalışın. Qanunlu bir şey gördüyü zaman Instagram onu biri şikayət elədiyi zaman, vegan biri və vegetarian biri şikayət elədiyi zaman onlar da çox ciddi şəkildə baxırlar və akkauntunuz bağlana bilər. Sadəcə həmin bir şeydən. O kimi çoxlu nüanslar var ki, bir dəfə mən paylaşmışdım. Mənim tələblərimdən biri də məsələn də Almaniyada bunun metanın supportu var. Adətən Almaniya, Polşa kimi ölkələrdə metanın supportları odur. Dedi ki, mənim bunu silin, akkauntunuzu bağlayacaqlar da. Yəni o qədər deyir, bu gün akkaunt bağlamışam deyir şeydə də. Yəni sırf şeyə görə həmin postu sildirmişəm. Yəni sırf şeyə görə. Yəni sırf o qan və ya da ki, o həssas içərik adlandırır türklər onu. Yəni o həssas bir kontentlər olmaması lazımdır. Amma yenə deyirəm, orada əsas məsələ müəllif hüquqlarıdır. Ən əsas diqqət etməsi lazım olan. Azərbaycanda hələ də o müəllif hüquqları bəzən alınmadan hər hansı bir postlar paylaşılır. Kimisə şəxsiyyətini alçaltmaq. Əsasən o yox, məsələn, hansısa dizi filmdir. Götürür dizi filminin nəyisə istifadə olunur. Və ya ki, hansısa bir filmdir, birbaşa olaraq məsələn onun istifadə olunmasıdır. Yəni çoxlu кейslər var, hansı ki mən buna bağlı bir blog yazım var, orada yazmışam nələrdir. Azərbaycanın 2018-ci ildən bəri məsələn də Azərbaycanda baş verən RTM-lərin bir sıraladıq bəzilərini. Bəzən özümüz istifadə eləmişik. Yadıma gəlir ki, bir Azərbaycanda seçkilər olmuşdu. Yanımdakı Tovuz bölgəsi idi bəlkə də. Qohumlarımız salam deyir. Tovuz bölgəsi səfərində. Orada deyir ki, yaxınlaşır, bəlkə də orada deyir ki, filankəs deyir ölüb də, deyir siz siyahıda adın yazmısınız. O deyir ki, o sizə görə ölüb, bizə görə yaşayır da. Deyir, bastırıblar, deyir onlara, deyir ölüb. Yəni o siyahıda niyə yazmısan ki? Bunu məsələn onu başladılar, başqa insanlar bunu çox gülməli idi məsələn. Onu istifadə etməyə başladılar. Məsələn biz bir post hazırlamışdıq. İngilis dili üçün bizim tədris mərkəzim olub mənim özümün. 2016-cı ildən bəri o pandemiyada onu biz onlayn formata keçirdik. Orada onu istifadə eləmişdik ki, kimsə yaxınlaşır deyir ki, mənim ingilis dili səviyyəm ölüb, ingilis dilim ölüb. Bizə deyir ki, o sizə görə ölüb, bizə görə yaşayır, biz sizi onu qaldıra bilərik. Gülməli bir şeydir, insanlar bunu paylaşdılar. Əslində ümid var demək istəyir. Bəli, yəni nəsə ümid var, amma bunu nəyəsə bağladığınız zaman məsələn çox maraqlı bir şey çıxır ortağa. Yəni onu ölçülə bilənlik siz nədir? Pozitiv ruhda nə qədər insan bunu paylaşır.
Yəni sizi o artıq, yəni insanlar pul verirlər ki, mənim loqom hardasa görsənsin. Biraz da cəmiyyətin düşünürəm ki, psixoloji halından bağlıydı. Bəli. Yəni ya müharibə ərəfəsində yaşayan cəmiyyətdən danışırıqsa aqressiv ola bilər. Bəli. Biz müharibə dövründən dediniz. Yazıcıda Gəncədə bir şey olmuşdu. Bir Bəli. dənə dayı var idi orada. Deyir ki, naborot qızışıyoruz diye bir şey demişdi yazıcıda. Deyir o bomba atmaları bizə deyir təsir eləmir. Məsələn, bunu bir kombi şirkəti yazmışdı ki, naborot qızışıyoruz, kombilərimizi alın tipli bir şey istifadə eləmişdilər. Düzdür, çox da belə wow deyil, amma o artıq o qədər yəni istifadə olundu ki, artıq yəni o ritmin bəzən əhəmiyyəti qalmır. Yəni belə bir şey olur. Sonra bir kargo şirkətlərindən biri açıq şəkildə etik olmayan bir ifadə göndərmiş bütün müştərilərinə. Yəni bütün müştərilərinə yazıb ki, belə göndərib bütün müştərilərinə bir söyüş elə bir şey yazıb Bu göndərib. qəsdən olunmuşdu. Bunu sonradan həmin şirkət tərəfindən açıqlama dedi ki, güya ödənişini ala bilməyən bir məsələn SMM mütəxəssisi olub, o götürüb hamıya göndərib. Bu doğru bir şey deyil ki. Bəli, yəni ola bilər ki, olsun. Sonra bunu başqa rəqib şirkətlər yazıb ki, sən dəyərlisən bizim üçün tipli bir şey qoyub məsələn paylaşır. Və ya sən bizim üçün çox hörmətlisən tipli bir şeylə paylaşır. Nəyinir? Yəni həmin mövzuya xitafən nəsə edir. Amma mən sizə deyim, onu göndərəndən sonra skandalın olmağı falan, bəzən bunlar planlaşdırılmış bir şeylər olur. Yəni ki, qəsdən özləri biat edib üçün qara PR. Əslində o qara PR, bu artıq bu PR şöbəsinin həmin o kriz menecmenti deyə bir şey var. O insanın düşünürəm ki, psixologiyası yerində olmalıdır. Biraz aqressiv olanda şirkətin də adına ziyan gətirir. Amma bu bəzən də bu planlaşdırılmış olur. 5-6 nəfər orada deyir ki, bizim onsuz itirəcəyimiz bir şey yoxdur. Mikro bir şirkətdir də, bayaqlar saydığı mikro şirkət. Deyir ki, biz nə edə bilərik? Bağlanıcı başqa bir adla açıla bilərik. Biz 2 ayda açılmışıq zaten. Amma biz cəmiyyətdə tanınmalıyıq, insanlar bizi tanısınlar. Nə edə bilərik? Gəlin belə bir şey eləyək. Biri də onu skrin eləyir, paylaşır daha böyük bir qrupda. Bəzən də özləri olurlar bunu. Paylaşır. Bununla da nə edir? Daha çox insanın qarşısına çıxardır və insanlar da deyir ki, görün bu hansı şirkətdir. Girim onun profilinə baxım. Bayaqki Mebel şirkətində də zaten həmin məsələ oldu. Yəni daxil olub baxdılar da, yəqin ki, postları çox da aktiv olmuşdu. Bəzən hətta paylaşırdılar həmin postları ki, qınasalar da belə paylaşırdılar. Bəli, paylaşdılar. Ayıb olsun və yaxud da ki, nə, tanınmış bir müğənni də paylaşmışdı Facebook səhifəsində. Bir müğənnilə bağlı dediniz, bir dənə bir şey deyim. Məsələn, səhv eləmirəmsə, Aygün Kazımovanın yazıcısı profilinin kodu oğurlanmışdı və başqa postlar paylaşırdı profilindən. Profilin kodu nədənsə bərpa olan kimi parol deyə bir mahnı çıxartdı. Deyirsiniz ki, bu düşünülmüş olur. O bəlkə də ola bilər yəni. Bu tipli çox şey olur ki, yəni. Haqqına girməyək. Yox, demirəm, mən bu belənçi idi, amma bəlkə də çox yaxşı planlanmış idi. Bəlkə də o 9 gün içərisində əgər bunu yazıblarsa, məsələn, 10 gün içərisində bu mahnı parol deyə bir mahnı yazıblarsa, çox idealdır məsələn. Yəni həm də uğurlu mahnı idi. Bəli, çox uğurlu oldu həmin mahnı məsələn orada. Yəni yerinə düşdü və insanlar dedilər, bəlkə də planlanmış bir şey. Bəlkə planlı, bəlkə planlı deyil. Bilinmir yəni orada olmağı. Məsəl üçün belə bir sual çıxır ortaya ki, bax bu böyük bir əslində geniş bir sahədir. Bu sahədə real time marketinqdə komanda necə işləyir? Yəni ümumiyyətlə bu komandada kimlər, bu prosesdə kimlər iştirak edir? Birinci növbədə bir kreativ insan olur, hansı ki, birinci araşdırmacı bir şəxs olması lazımdır. İdeyalardan aşıb daşan. Bütün cəmiyyətdə baş verən bütün trendlərdən xəbərdar olması lazımdır. Bu adamın əlindən adətən telefon düşmür. Yəni beləncə hər yerdədirlər, hər yerdən məlumat var. Gözü qulağı. Çox qəşəng networku var, yəni də hər şeydən xəbərdar olur. Birinci o ideyanı verir. İdeyanı artıq content menecer bunu daha şirkətin imicinə uyğun bir formaya salır. Bunun dizayneri ötürülür. Dizayner ötürüləndən sonra da bunun development artıq olur. Yəni hazırlanır və artıq paylaşma edir. Amma bu riskdir. Yəni sən belə bir keçən dəfə elektron kommersiya bir dənə tədbir idi. Bir həftə bundan əvvəlki tədbir idi. Tədbirdə belə bir çox yaxşı söz dedi. Türk mütəxəssisi idi. Deyir, riskinizi idarə edin ki, krizisi idarə etmək məcburiyyətində qalmayasınız. Yəni o çox yaxşı bir sözdür. Yəni riski idarə etmək lazım. Yoxsa çox böyük bir kriz çıxacaq, yəni xaos çıxacaq və sən o xaosu idarə etmək məcburiyyətində qalacaqsan. Mən düşünürəm ki, biraz bəlkə də psixoloji yanaşıram bura. Bəlkə bilmirəm, şəxsi insani keyfiyyətlərimdən irəli gəlir. Mən deyirəm ki, düşünürəm ki, insan o filmlərdə, cizgi filmlərində görmüşük ki, insan sona qədər riskə getməlidir. Kör-körənə mənəm, hamı qabağımdan çəkilməlidir. Hər bir sahədə düşünürəm ki, riski, yəni dərəcəsində idarə etmək lazımdır. Bəli, amma çox həssas mövzularda bəzən sənin əlinin altında da olmur. Yəni sən idarə edə bilmirsən. Məsələn, bir dənə case oldu. Yadınızdadsa, dekabr ayının sonlarında Azərbaycanda təyyarə qəzası oldu. Təyyarə qəzasından sonra bu təyyarə qəzasından sonra bu təsadüfən oldu, amma bir
hansısa sığorta şirkəti səhv eləmirəmsə, push notification deyə bir anlayış var. Əgər sizdə bir app varsa, appə biz bildirişlər göndərə bilərik də. Bir nöqtəyə deyək ki, application içərisindən bildiriş göndərik. Bu bildirişlər 100 min, 200 min, 300 min bazı böyük olduqca siz ona səhər tezdən planlayırsınız. O gün içərisində müxtəlif, yəni yavaş-yavaş göndərilir. Təsadüfən necə oldusa hadisədən biraz sonra həmin o səyahət sığortası business edin tipində bir şey olmuşdu və cəmiyyətdə bunu paylaşmışdı ki, şirkət çeynir bu həssas mövzuda niyə belə bir şey edib. Əslində bu real time marketing və ya ki, nəsə bir şey eləmək istəmir də orada. Sadəcə belə bir push notification gec göndərilməsi məsələn qurbanı ola bilərdi. Düzdür, çox böyümədi məsələ, amma ola bilərdi. Yəni bu kimi çoxlu orada PR komandasına çox yük düşür ki, bu hadisə baş verəndən sonra hansı ki artıq bir problem çıxdı. Problem çıxandan sonra onun qarşısını almaq üçün PR komandası çox yaxşı işləməsi lazımdır. Yəni siz belə deyək ki, kriz planı deyə bir anlayış var, çox şirkətimizdə yoxdur. Birdən falan bir şey olsa nə olacaq? Məsələn də. Yəni onda insan yaşamazsan ki, birdən buradan çıxaran bir hadisə var. Təbii ki, amma şirkətlər şəxslər deyil, fərdlər deyil, o şirkətdir və olan A, B, C planları olması lazımdır. Birdən belə bir şey olsa mənim hazır planım olsun və o planı istifadə edeyim. Yəni şəxslər üzərindən qurulması lazım deyil də. Yəni ona gəlib çıxır ki, kollektiv işidir də bu. Bəli, kollektiv işidir. Yəni siz hamı düzgün şəkildə orada artıq əməl etməsi lazımdır müəyyən bir nüanslara. Belə. Bəs yaxşı, real time marketinqdə bir xoşagəlməz hadisə baş verərsə, ən böyük məsuliyyət, ən birinci məsuliyyət hansı şəxsə düşür? Marketing direktoruna təbii ki. Nə baş verir? Çünki nəzarət səndədir. Nə baş verir? Nəzarət nə baş verir? Krizis olduğu zaman bütün komanda yığılır, belə düzlənirlər, belə hamısı bir-bir başlayır söhbət. Buyurun. Aha. Nədir ki, kim çıxardıb, ideyanı kim verir filan kəs. Sonra axırda şey olur ki, kim təsdiqləyib bunu? Bəzən yadından çıxır direktorun özü. Deyir, siz təsdiqləmişdiniz də filan kəs bəy. Deyir o ki, mən vaxtım yox. Adətən də bu marketing direktoru xəbərdardırsa, krizis birbaşa başlayır. Artıq mühakiməyə keçmirlər. Krizis menecmenti necə düzəldə bilərik? Amma məlumatlı deyilsə artıq orada artıq marketing direktorundan sonra marketing kommunikasiya rəhbəri olur. Ondan sonra digital tərəfçisi artıq burada digitalın head olur. Ondan sonra yavaş-yavaş o ona, bu buna, o buna yavaş-yavaş gəlir artıq. Adətən yəni dizayner falan bir şey eləmə, dizayner gedir, ya SMM gedir burada. Yəni qurban kimisə qurban olması lazımdır, belə deyək. Bütün hadisələrdə belədir əslində. Bir dənə video rolik var idi. Yəni kimisə işdən çıxartmaq istəyirlər. Deyir, Türkiyədə idi, səhv eləmirəmsə bir şeydə o komik şeylər çəkirlər də. Deyir, biz iqtisadi krizə giririk, kimisə işdən çıxartmalıyıq. Müdirin köməkçisinə gəlir, deyir ki, bundan sonra filan kəs çıxarılır, köməkçi gəlir qulağına deyir ki, o filan kəsin adamıdır. Deyir, yaxşı. Deyir, onun deyir şeyi var, deyir, ona deyir çıxardaq, deyir, o filan kəsin nə idi. Axır deyirlər ki, məhlədəki bir dənə şey var, o parkovçik var da, yəni də, deyir, o parklamaya baxan. Ona gətir, onu çıxardırıq. Sənin deyir, sənə görə imiş, deyir, bu qədər. Korrupsiyan deyir, sənə görə olurmuş. Ya burada belə deyək də, günah atılır, kimdənsə kiminsə üzərinə atılır, amma bir nəfər olması lazım. O qurban seçilir adətən də, yəni o biraz əsəblər sakitləşir. Bəli, o çox da yuxarı düşünürük ki, vəziyyət düzəldi. İstənilən halda, yəni biz necədir o idarə etmədə müxtəlif üsullar var da, cəza üsulundan istifadə olunur. Ya bu tənbih olunacaq, ya feedback verilir. Yəni sən feedback verirsən ki, bunu belə eləmə. Bunu eləyəndə bunu bu böyük bir əhəmiyyətli bir şeydirsə, yəni bir problemsə, imic və zərər gətirirsə, artıq burada feedback verilir və sonra da əmək kitabçasına artıq azad olma qeyd olunur. Deməli, bizim verilişimizin rubrikaları olur. İndi sizə ifadəni tamamla rubrikamızın bir mütəxəssis olaraq cümlənin əvvəlini və sonunu isə sizin öz təcrübənizə uyğun bitirmənizi istəyəcəyik. Deməli, ifadəni tamamla rubrikamızın adı belədir. Google reklamlarında ən təhlükəli şey odur ki... Ən təhlükəli şey odur ki, illegal bir şeyi reklam eləməyəsən. Məsələn, ən təhlükəli şey odur. Çünki saytınızı bağlaya bilərlər, anında bağlayarlar özdə. Yəni, bunu istifadə edənlər görmüşük. Məsələn, qumar tipli bir şeylər, ölkəmizdə də qadağandır. Amma bəzən xarici ölkələr üçün bu həyata keçirilir. Bu da yenə, yəni, düzdür. Bilmirəm bunun qanunvericilikdə həlli nədir. Başqa ölkə üçün başqa şey verir. Bizim ölkədə deyil, amma yenə də ümumiyyətlə bir
illegal bir şeylər də belə deyək. Və cəzası olur da hər halda bunun. Bunu bilmirəm, tənzimlə bir hətta dediyim kimi reklam haqqında qanun məsələsindən gəlib çıxırıq ki, bəzən bəzi şeylərin şeyi yoxdur. Yəni də yazılı bir şey yoxdur. O hadisə baş verməlidir ki, ondan sonra o qanunu da dəyişdirsinlər bəlkə də. Yəni məsələn, dərman maddələri olsun, onların lisenziyası olmadan paylaşa bilmərsiniz. Sonra Covid-lə bağlı məsələn Google-un özünün qadağan etdiyi bir şey var ki, Covid-19 sözünün keçdiyi hər hansı bir şeyi istifadə edə bilmərsən sən. Reklamda həmin sözü istifadə edə bilmərsən. Nə başlıqda, nə bir reklam verəndə. Yanğın hadisələri baş vermişdi. Məsələn, əlcək satılması digər bir şeylər, məsələn, onlar qadağan olunmuş bir şeylər idi. Bəzən də bəzi ölkələrdə xüsusi qadağalar var. Məsələn, səhv etmirəmsə Türkiyədə bir qanun var idi. Yəni apteklər özlərini reklam edə bilməzlər. Səbəb? Sadəcə bir qanundur. Yəni ki, belə siz reklam edə bilmərsiniz. Hamı tam şəffaf şey olması lazım. Səhv etmirəmsə bir dənə də qanun gəlir. Hara? Türkiyənin özündə səhv etmirəmsə bu avokatlar deyir reklam edə bilməz məsələn şeyindən. Bəzən bəzi sahələr var ki, dövlət deyir ki, məsələn də bunlar reklam eləməməlidir özləri. Yəni ki, bunu yaymayın, PR eləməyin də, insanlar boşanmaya meylənməsin, cinayətə meylənməsin. Yox, boşanma məsələsi deyil, sadəcə hamı bərabərdir. Yəni heç kim şey eləməsin. Yəni hansı daha yaxındakı bir sosialist yanaşmadır mənə görə. Amma mən tapa bilmirəm. Yəni belə bir yanaşmalar var. Onun üçün onlarda başqa cür reklam növləri var. Onlardan istifadə edirlər. Çox da göstərməyən bir şeylər istifadə edirlər. Google-da məsələn axtaranda bu aptekin çıxmağı bu reklam deyil də, belə deyək də. Bu sən çıxmaq məsələn var. Birbaşa sosial mediada istifadə eləmir də, belə deyək. Amma başqa bir yollarla, ara yollarla gəlib sən çıxırsan da, yəni o şeylərə. Aydındır. Bəzən də bu arada dövlət produktları olur. Məsələn biz çox yaşamışıq. Visa məsələn reklam eləmək Google icazə vermir. Deyir ki, bu dövlət məhsuludur və sən reklam eləmirsən, dövlətin özü birbaşa nəsə həyata keçirməsi lazımdır. Əslində bütün iradları, icazə verilməyən məqamlar məntiqə uyğun məqamlardır. Bəli. Google-un özünün verdikləri yəni, bəli. Yəni bu tərslik, mən belə istəyirəm kimi prinsip deyil. Bir dənə dil məsələmiz var, ən böyük problemimiz, amma qalan hamısı demək olar ki, yəni bu zaten insanların da xeyrinə olan bir şeylərdir. Alkoqollu içki bir şey istifadə eləmərsən, silah deyir, orada olmaz. Yəni bu da Google-un əslində əlində olsa bəlkə reklam eləyər, ona icazə verər. Deyir mən pul qazanım da, yəni şirkətdir də. Bunu Avropada, Amerikada hansısa məhkəmə, çox güman ki bu əvvəllər olub. Sadəcə bunları məhkəməyə veriblər ki, sən məsələn terrorizmə kömək eləyirsən burada bu reklamlar verməklə, onun üçün sən falan qədər cərimə eləyir. O da deyir ki, bunu dəyişdirin, bir də cərimə olunmayaq. Tipində bir şey gedir və o qanun qəbul edilir. Maraqlıdır. Real time marketing mənim üçün real time marketing mənim üçün marketinqin ayrılmaz bir parçasıdır. Və həyatınızın. Həyatımızın deməzdim. Yəni bəzən hər şeydən istifadə etməmək lazımdır. Məsələn Alinino çox istifadə eləyir, çox gülməli. İndiki SMS bilmirəm kimdir, dəyişdiriblər, amma əvvəlkilər çox maraqlı idi, çox məzəli bir şeylər və adamlar bildiyin kommentdə də başlayırlar adamlarla məzələnməyə də. Yəni ki bu Squid Game oyunu oldu yadınızdaca. Squid Game ilə bağlı bir dənə şey çıxır ki, obsesiya əsas baş aktyorla digəri sözləşir, danışırlar orada ki, deyir bəlkə başımı buraxaq, deyir bu şeyin bekarçılığın, gedək Alinodan bir dənə kitab oxuyaq da şeylə də. Hə, gedəklə nəsə tipli bir şey deyir. Özünüz kimi də yəni də deyir elədiyi zarafatlarda biri yazmışdı. O da ona məzəli məsələn bir cavab yazmışdı. Yəni çoxdur, yəni sırf Alino. Bu qədər aqressiv məncə yanaşmamalıyıq. Yəni orada biraz gülüşdür, amma insanlar da ümumiyyətlə yəni o hamı marketinq elə bir sahədir ki, hərə öz ruh halına uyğun cavab verir. Bəli. Marketinq elə bir sahədir ki, hamı onu bilir. Yəni hamının ona şərh bildirə bilər də, başa düşürsüz? Ən böyük problemlərdən biridir. Marketinq elə bir şeydir, hamı ona müdaxilə edir. Hamı daxil olur ki, bu dizaynı belə eləyərdiniz. Mən olsam falan şeyə falan eləyərdim. Onun üçün məsələn sırf o push hissəsi də bir növbəyə deyək ki, insanlara görsənən hissə bir saydığımız strategiyalardır. Onun üçün mən daha çox xoşuma gələn özüm bir rəqəmsalçı olaraq pul tərəfində olmaqdır. Heç kim görmür zaten sən nə edirsən. Yəni heç kimə də adətən çox da cəmiyyətdə onun filozofu yoxdur da. Yəni sən müdaxilə eləsin ki, bu necə getdi? Sən də Google reklamında bu açarsınız necə görsənmir axı buna və onu və bəli onun texniki tərəfdə və sən onu çox yaxşı bir mütəxəssis olub onu etməlisən ki, o formada olsun. Yəni orada biraz bir nüanslar var. Hə, maraqlıdır. Ən çox klik alan reklam? Ən çox klik alan reklam cəmiyyətimizdə adətən gülməli olur. Yəni belə deyək. Ən çox klik alan reklam kontenti super olması lazımdır. Ən önəmli nüans budur. Biraz. Yəni
content is a king deyə bir anlayış var. Bu anlayış 2018-ci ildən bəri çıxan bir şeydir. Yəni content kraldır. Yəni sənin kontentin nə qədər yaxşı olsa, reklam da o qədər də effekt. Yəni və targeting məsələn 2 dənə hissəyə bölürlər. Deyir ki, kontenti düzü heç nə bir şey eləmir. Deyirlər ki, mənim reklam verənim yaxşı deyil, reklamım yaxşı deyil, başqa şeylər deyirlər. Əslində reklamın burada oynadığı rol, yəni o targetingin belə deyək ki, meta hissəsində oynadığı rol 30-40% o tərəfə keçmir. Qalan hissə isə sənin kontentindir. Yəni sən nəyi göstərəcəksən insanlara? Ən önəmli nüanslardan biridir. Yəni çünki bir orada işləmə mexanizmi var da, belə ki, skor var. Yəni sizə bir 100 üzərindən müəyyən bir faizdən hər kontent paylaşanda hər bir sosial medianın arxa fonunda bir alqoritm işləyir. Bəli. Sən bir müəyyən bir rəqəm müəyyənləşdirir və sən postu paylaşanda bunu daha çox insan like eləyəndə, komment yazanda və daha çox insan belə deyir, hansı postlar gedir məsələn də Azərbaycan dilində el arasında kəşfətə düşməyə anlayışı var ya, yəni də hansı düşür? Daha gülməli olan və yaxud da ki, bəzən mədəni irsimizə çox uyğun olan bir şeylər, hansı ki, nə ola bilər? Məsələn, kontrabasla milli musiqini qarışdırıblar. Məsələn, Alim Qasımovdan hansı bir məşhur müğənni nəsə eləyib və bunu insanlar paylaşır. Və yaxud da ki, Sami Yusuf gəlib burada Nəsiminin məsələn də aid olan məsələn də əsərdən bir mahnı oxuduğu zaman bunu daha çox insanlar, kütlələr bunu paylaşmağa başlayır. Və yaxud da ki, Özbəkistanlı bir insan gəlib Azərbaycan mahnısını oxuyur və başqa bir tərzdə oxuyur, bizim xalq musiqisini oxuyur. İnsanlar bunu paylaşır. Niyə? Mədəni irsimiz, bizim o türkçülük və yaxud da ki, bizim 100 il bundan əvvəlki mahnımız təzədən oxunur, insanlar çox ləzzət edir. Amma o da yəqin ki, uğurlu oxunub deyə, o səsdə xüsusilik var deyə yeyilib. Misal üçün, Cənubi Azərbaycanda mahnımız var bizim, adını unutdum, xalq mahnımız. Onu tələbələr, məktəblilər oxumuşdular molun içərisində. O qədər duyğulanmışdım ki, mən. Bəli, niyə? Çünki müəyyən bir hisslər belə. Bəli, hə. Çox o mahnı yəni bildiyimiz bizim gözəl ifamızdır. Hər ifaçı bir tərzdə özünə məxsus oxuya bilər, amma o qədər belə xüsusi idi ki, duyğu var idi o ifada, yanğı var idi. Bu çox hiss olunurdu. Bu tipli bir postlar düzəldə bilsək, hansı ki, məsələn də biz onu organik adlandırırıq. Daha çox insana çatırsa, heç bir reklam olmadan. Organikdə çox yaxşı effekt verən bir posta reklam verdiyiniz zaman siz ondan qat-qat yaxşı nəticə əldə edirsiniz. Bunu mən bir qar topu kimi nəzərdə tuturam. Sizin dağın başından atdığınız qar topu nə qədər böyük olsa, sona çatanda daha böyük bir qar dənəciyin özündən aparacaq. Siz nə qədər balacasınız, daha da bir balaca bir şey gedəcək. Onun üçün orada o sürətləndirmə məsələsi kontentdir. Yəni yaxşı klik alan reklam mütləq kontent super olması lazımdır. Məsələn, targetoloqun və targetingin çox da dəhşət ciddi bir rolu yoxdur. Amma rolu varmı? Bəli, var. Bəzən elə bir şey olur ki, sənin izləyici sayın azdır. 20 nəfər, 30 nəfər sənin izləyicin var. Sən reklamla böyük bir kütlənin qarşısına çıxırsan. Bir ki, sənin bir 100 min izləyicin var. Postu paylaşsan yenə like gəlmir. Sən bunu reklama versən də yenə like gəlməyəcək buna. Niyə? Çünki bu voleybol sənin prototipdir də, yəni sənin göstərdiyin auditoriya. Sən daha böyüsünə çıxsan belə, bunlar bəyənməyibsə, onlar 100%, yenə bəyənməyəcəklər yəni. Sonuncu ifadəmizi səsləndirim. Fikriniz maraqlıdır. Əgər büdcə limitsiz olsaydı, ilk edəcəyim şey? Əgər büdcə limitsiz olsaydı, ilk edəcəyim şey, mən bir xəyalım var, istifadə edəcəyim bu. Bu da adətən mənim köhnə bir dənə marketinq müdirimiz var idi, ilk işlədiyim şirkətdə. Belə bir şey deyirdi. Bir şirkət gəldi ki, hər növ reklam eləyirəm, deyirdi. O da qayıdıb deyirdi ki, bu hava şarının üstünə reklam vurursunuz. Yəni də. O da deyirdi ki, çox vaxt deyirdi ki, hava şarı nədir? Ölkəmizdə hava şarı var. Çindən. Düz hal-hazırda deyir şeylər var. Wings-in səhv eləmirəmsə 2 il bundan əvvəl. Şamaxıda 2 ildir ki, artıq davamlı şəkildə onlar da çıxır. Orada da reklamlar artıq görməyə başlayırıq. Hava şarı deməzdim, yəni bütün hava şarından tutmuş hər şeydə istifadə eləyərdim yəni də. Artıq reklamla bağlı bir problem yoxsa bəzən dövlətlə icazə alaraq müəyyən bir reklamlar istifadə oluna bilər. Tarixi binaların özündə məsələn də bizim ölkədə səhv eləmirəmsə hansısa bir binanın üzərinə siz pulla şey yazdıra bilərsiniz məsələn də. Hər hansı bir elektron lövhələrdir, yəni bəzi təzə binaların hamısında elektron lövhələr demək olar ki, orada nəsə istəyirsiniz yazı olur. Bu tipli istənilən yerdə çıxa bilərsiniz. Əsas guerilla marketing örnəklər var ki, bu da ayrıca bir mövzudur. İnşallah gələn buraxılışlarda yəni guerilla marketinqdən danışarıq. Onlar adətən az büdcəli olur, amma böyük bir kütləyə təsir edən bir şeylər olur. Məsələn, eskalator gedir. Eskalatorun o heç kim
hamı eskalatordan qalxanda nəyi görür? Eskalatorun arxa hissələrini görür də, düzdür? Arxa hissələrində indiyə qədər reklam görmüsüz hansısa bir şeydə. Amma xaricdə bunun örnəkləri var, çox yaxşıdır məsələn də. Şey var, bu Pikmin oyunu var. Bəlkə görmüsüz, yəni bu topları yeyir. Başlanğıcı eskalatorun başına onu qoyub, buradan toplardı beləncə onu reklamını eləməyə çalışır. Bu tipli o qədər maraqlı nüanslar. Məsələn, bu bizim ölkədə yoxdur, amma bəzi xarici ölkələrdə duman çıxır. Bu kanalizasiya şeylərinin içərisindən dumanlar falan çıxır şeylərdə. Tüstü çıxır, bəli. Tüstü çıxan mən görməmişəm. Bizdə aşağı sistemdə tüstü falan şeyi yoxdur. O qədər güclü bir kanalizasiya sistemimiz yoxdur o belə. Yəni o formada deyil də bizdə. Ya kommunikasiyadır, ya da ki su axır belə deyək. O tüstü çıxır nədir? Onu bəzəyiblər şeyə çeviriblər. Kofe çeyinə çeviriblər. Məsələn, hansı bir şey, məsələn, çox maraqlı gəlir insanlara. Və hətta ki bu piyada keçidlərin McDonald's-un firlərinə döndəriblər. Məsələn, çox maraqlı bir şey çıxardı. Əslində çox maraqlıdır. Bəli. Bir keçən dəfə guerilla marketinq örnəyi şey var idi. Boşanma avukatıdır. Elə bir ki, şeydə vəkildir boşanma üzrə. Liftin qapısı da beləncə 2 dənə cütlü idi beləncə. Bunlar ayrılır beləncə. Çıxır ki, ayrılmaq istəyirsə mənə müraciət edə bilərsiniz. Bunun şəklidir içəridə də beləncə. Maraqlıdır, amma böyük pullar tələb edir. Siz plazadan danışmalısınız. Orada o reklam bütün liftlərdə olması lazımdır. Böyük büdcələr tələb edir təbii ki. Amma əslində kreativdir. Bəli, kreativdir. Yəni, amma böyük büdcə deyəndə bizimkilər şey, New Yorkun meydanında deyir, orada mən reklam verərdim. Amma çox aşağı büdcələrin çox yaxşı nəticələr əldə etmək olar. Sadəcə kreativlik və onun düşünmək, uyğunluq, maraqlı ideyalar ortaya çıxartmaq, seçilmək. Bəli. Bu artıq yəni filan kəs nəyisə istifadə elədi, mən istifadə eləsəm uğursuz olaram və ya da ki mən onu təkrarlamış olaram örnəyi yanaşması var bizdə. Amma xaricdəki götürüb örnəklərin eynisini biz istifadə edəcəyik. Çox yaxşı nəticə eləyərik. Hamı da deyəcək ki, "Vau, tutaq ki də." Bir də yarım milyon pul qoyublar, bir dənə şüşə şeydi və deyir ki, bu şüşə qırılan şüşə deyil, sən bunu qıra bilmərsən. İçərisinə yarım milyon pul qoyublar, 2 dənə şüşə də beləncə. Deyir bunu kim götürsə o pulu ona veririk də, yəni də və bir dənə hansısa şeyin dayanacağın içərisində yerləşdiriblər beləncə ki, qıra bilirsiniz, qırın. yəni bu hamı gəlir nəsə eləyir. Məsələn, çoxdur orada yəni örnəklər ki, hansı ki bir marketinq büdcəsi çox yer eləməlisən də, yarım milyon azından pul qoymalısan sonra. Belə saxta da qoya bilərsən ora. Çox güman ki, belə bir nüanslar ola bilər. Deməli bizim verilişimizin bugünkü buraxılışımızın 2 mövzusu var. Bir də Google reklamlarından danışacağıq. Birinci sualım belə olacaq. Google reklamları nəyə görə bu qədər effektivdir? Google reklamları niyə bu qədər effektivdir? Google reklamları düzü hər sektordan asılı olaraq effektivliyin bəzən zəif ola bilər, bəzən də daha güclü ola bilər. Burada sizin satdığınız məhsulun qiymətindən, bir də ki insanların ona qarşı olan axtarış mədəniyyətindən çox şey asılıdır. Google özü içərisində də müxtəlif cür reklamlara bölünür. Məsələn, YouTube-da gördüyünüz reklamlar Google reklamlarıdır əslində. Hər hansı bir saytlara girəndə sağda, solda çıxan banner reklamları var ki, hər şeyin əvvəlində kökündə Google yəni. Hamısı deməzdir. Çox əsas. Məsələn, Bing deyə bir platforma var Microsoftun, onlar ayrıdır. Rus dilli ölkələr üçün məsələn Yandex istifadə olunur. Onlar da ayrıdır və onların da başqa aləm var. Məsələn, Baidu deyə məsələn bir platforma var, Çinlilərindir, onlar da ayrıdır. Yəni hərəsinin özünün bir fərqli platforması, amma Google reklamları özü, əgər sənin satdığın, yəni Google-un axtarış reklamlarını tutaq götürək də birinci. Google-un axtarış reklamlarının effektiv olması üçün mütləq şəkildə insanların o məhsula qarşı bir mədəniyyət, axtarış mədəniyyəti olması lazım. İnsanlar onu bilməsi lazımdır. Əgər siz o insan onu bilmirsə, siz məcbur eləyə bilmərəm ki, mən sizə məsələn də olmayan bir şey, uçan avtomobil sözünü axtararsınız Google-da, yəni uçan avtomobil taksi axtarmarsınız, amma şəhərdə artıq görməyə başlasınız, TV-də, radioda reklamlarını görməyə başlasınız. İnsanlar deyir ki, sən demə belə bir şey var imiş, mən bunu axtarım, qoy Google-da görüm ki, bu varsa mən də minim taksiyə. Məsələn, helikopter taksi varsa, bundan istifadə edin. Buna bir misal kimi deyim. Ağıllı tostoranlar hal-hazırda həyatımızda var. Düzdür, qəbul edə bilərik də bunu. Bəli. Amma 2018-ci ilə qədər elə bir şey yox. Hətta pandemiya qədər bu yox idi. Yəni biz ağıllı tostoranın Google-da axtarış yox idi. Bunu axtarıb Google-un özünün keyword planeri var, oradan baxa bilirsiniz. Ahrefs var. Amma daha yaxşısı hər hansı bir sözlərin trendlərinə baxmaq üçün ən yaxşı olardı ki, belə deyək, biz istifadə ilə Google Trend deyə bir platforma var. İstənilən sözləri yazsız, 2 dənə sözün müqayisəsi çıxardır. Hətta şirkətlərin adlarını belə yaza bilərsiniz ki, elektronika şirkətlərin bir adlarını yazsınız. Görən Azərbaycanda hansı daha çox axtarılır.
Ondan artıq bilirsiniz ki, hansı daha məşhurdur, hansının daha brendi Daha yuxarıdır. keyfiyyətlidir bəlkə də. Keyfiyyətli deməzdim. Keyfiyyət bəzən onunla ölçülmür. Məsələn, kimin filialı daha çoxdursa, o daha çox axtarılacaq təbii ki. Amma bir məsələ də var axı. Yaxşı, mən keyfiyyətli məhsul tapmaq üçün Google-da o qənaətə gələ bilərəmmi? Bunu əslində baxır məhsula. Məsələn, mən müxtəlif ölkələr üçün reklam verirəm. Yəni fikirləşə biləcəyiniz hansı ölkə varsa, Cibuti, Burundi falan da, yəni Afrikadakı ölkələri belə götürün. Onların hamısında məsələn biz reklam fəaliyyətində məşğul olmuşuq. Daha çox amma Amerika, Kanada, Avstraliya və bu ərəb ölkələrində. Orada hər insanın özünün davranışından çox şey asılıdır. Yəni bu verdiyim ştatdakı insanlar nə qədər zəngindir. Neçəsi pensionerdir, neçəsi gəncdir. Aha. Bəzi ölkələr var ki, məsələn də biz bəzi ştatlar, məsələn Kanadada reklam veririk. Kanadanın Toronto bölgəsində tutaq ki, Ontario bölgəsidir, onun içərisində Toronto şəhəridir. Torontonun içərisində çoxlu miqrantlar var. Bəli. Siz bir reklam verirsinizsə, reklamlar normalda Google-da necə olur? 4 dənə ilk axtarışda olur, sonra orqanik, yəni təbii şəkildə olan 10 dənə nəticə, sonra da aşağıda yenə 4 dənə ola bilər. Yəni Google deyir ki, ilk 4lük və son 4lük mən reklam göstərə bilərəm. Amma adətən daha az olur da, belə deyək. Bu həmin bölgədə biz reklam verəndə bu adamlar indiyə qədər heç nəyisə axtaranda Google-un ikinci səhifəsini keçmisinizmi heç? Adətən keçmirik. Yox. Düzdür, digitalda bir atalar sözü var. Deyir ki, bir şeyi gizlətməyin ən yaxşı yolu Google-un ikinci səhifəsinə qoymaqdır. Düz zaten heç kim deyir, keçmir ikinci səhifəsi. Hə, bunun kimi orada amma həmin Torontodakı həmin bölgədə biz reklam verəndə miqrantlar çox olduğu üçün adamlar 3-cü səhifəyə qədər gedib çıxıb oradakıların qiymətlərinə maraqlanır. Çünki bu adamların pulları daha aşağıdır və bunlara ən ucuzu lazımdır. Amma məsələn mən Dubayda reklam verdiyim zaman Dubaydakı şəxs heç nəyə, ağına, bozuna baxmadan birinci çıxan reklama klik edir və oradakı nömrəyə klikləyir. Və bir də sizin satdığınız məhsuldan çox şey asılıdır. Sən əgər telefon satırsansa, bu telefonu çox güman ki, bu adamlar müqayisə edə bilərlər. 5 dənə şirkətdən, 6 şirkətdən hansı daha uyğundur. Bir də var ki, siz evakuator xidmətini reklam edirsiniz. Bu adam yolun ortasında qalıb və maşını xarab olub və bunu kimsə gəlsin aparsa, onun üçün çox da qiymət də rol oynamır. Gəlsin kimsə aparsa, çünki yolun ortasında bir saat maşın vuracaq onu, ya da ki, oradan ac qalacaq. Canavar gəlib yeyə bilər, baxır hardadır da, yəni onun yerindən müxtəlif versiyalar əmələ gəlir. Müxtəlif versiyalar ola bilər, bəli. O zaman belə bir sual istəyərdim verim ki, məsəl üçün kiçik biznes sahibkarı da yeni başlayıbdı, böyük ümidi var. Siz ona Google-dakı özünü istiqamətləndirmək üçün, daha doğrusu siz ona hansı istiqaməti verərsiniz ki, bax bu yolla get, kiçik biznes sahibkarısan, yeni başlamısan, bu yolla get, faydalı olar sənin üçün. Özünü tanıtmayıb, yeni başlayıb. Burada iki dənə elə bil ki, Google-un özü də reklam tərəfi var, reklamsız olaraq daha çox. Biz ona reklamsız tərəfində məsələn də SEO adlandırırıq, Search Engine Optimization. Bəli. Reklamla axtarışda çıxmaq isə biz bunu SEM adlandırırıq, Search Engine Marketing adlandırırıq. Və siz əgər sizin bəzən məsələn də bu biznesdən əsasən çox şey asılıdır. Əgər sənin biznesin axtarılmırsa, sən yeni bir şey gətirmirsənsə, o zaman sənin üçün Google-un axtarış reklamları deyil. Sənin üçün artıq YouTube və ya da ki, display və dediyim. Heç YouTube və display də məsləhət görməzdim. Belə deyək, rəqəmsalda iki cür strategiya var. Biri push strategiyası, biri pull strategiyasıdır. Push strategiyası ondan ibarət ki, insanların bir məhsula bəzən ehtiyacı olmasa belə, sən onda ehtiyac yaradırsan, göstərərək. Məsələn, paltar kimi məhsullar. İnsanlar adətən onun ona ehtiyacı olduğunu bilmir. Sən onu göstərəndən sonra artıq deyir ki, bəli, məsələn, mən buna ehtiyacım var. Yaxşı gördüm, yadıma düşdü. Bəli, biraz emosional hisslər artıq rol oynayır orada və daha çox xanımlara və uşaqlara, az yaşlara daha çox təsir edir orada. Məsələn də, çünki daha emosional qərar qəbul edirlər. Kişilər daha rasional qəbul edirlər üçün push reklamlarından daha çox pull reklamları daha çox olar. Yəni məsələn də daha effektiv olur nisbətən. Amma bəzən də dediyim kimi o bir sözün axtarışı yoxdursa, sən Google-da bunu heç kim axtarmırsa və ya başqa yerdə axtarmırsa, sən orada çıxa bilmirsən. İndi inşallah ola bilər ki, olsun TikTokda tutaq ki, olsun insanlar nəyisə axtarırlar. Instagramda nəyisə axtarırlar, Facebookda nəyisə axtarırlar. Yəni onların içərisində də artıq axtarışlar var. Düz onların içərisində axtarış reklamları yoxdur. Google-da var hal-hazırda və axtarış sistemlərində var. Amma TikTok bəzi ölkələr üçün artıq axtarış reklamlarını aktiv etməyə başlayır və TikTok heç də bizim yabana ata biləcəyimiz bir platforma deyil. Çünki 6 milyondan çox var, account var hal-hazırda və Azərbaycanın ən böyük platforması odur. Yəni istifadəçi sayına görə ən böyük odur. Səhv etmirəmsə, internet istifadəçilərinin 74%-i TikTok istifadə edir. Yəni bu VSocial deyə bir platforma var. Bunu açıqlayır hər il. Orada məsələn də açıqlama verilib ki, 74% yaxın internet istifadəçisi TikTok istifadə edir. Bu da kifayət qədər böyük rəqəmdir. Artıq orada da bu axtarış reklamı Google
bəzi müəyyən bir payını artıq, yəni müəyyən bir belə deyək ki, TikToka verməyə başlayacaq. Google da özün. Amma bir yaxlar dediniz kiçik sahibkarlıq. Birinci növbədə bir sahibkarın saytı olması lazımdır amma bunu verməsi üçün. Bəli. Və bunlar adətən insanlarımızda sayt mədəniyyəti də bəzən yoxdur. O tam formalaşmır estetika deyirsiniz. Yox, veb saytları yoxdur. Bir növ belə deyək ki, hər hansı bir korporativ. Adətən bu şirkətlər nə düşünür? Bir hansısa vizitkada deyir ki, saytımı yazım, onun üçün deyir, saytın adı olsun. Mail açanda deyir ki, domen falan bir şey olsun, onun üçün deyir, sayt açırlar. Amma bu saytdan nədə istifadə eləmiyorlar? Bəzi saytlar var ki, biz orqanikdə, yəni heç bir pul ödəmədən müəyyən bir işlər artıq görərək milyonlara çatırıq bəzən. Yəni heç nə eləmədən, sıfır büdcə ilə biz ona gəlib çatmaq olur. Amma kiçik biznesə məsləhətim yenə sahəni birinci növbədə Google-da axtar ki, sənin məhsulun burada axtarılır yoxsa yox. Amma axtarılmırsa daha çox kiçik biznes üçün daha məntiqli olardı ki, sosial tərəfdən istifadə etsin. Yəni Instagram, Facebook, bəzən də B2B isə LinkedIn istifadə etsin. 2025-ci ildə Google reklamlarında hansı trendlər müşahidə olunur? 2025, belə deyək, Azərbaycanda həmişə bir dənə trend var. Ola ki, Azərbaycan dilinin qəbul olunması. Google Azərbaycan dilini reklamlarda qəbul eləmir. Ən ciddi problemlərimizdən biridir. Onun üçün müxtəlif texnikalar var ki, hamı bunu artıq üstündə işləyir ki, mən necə edeyim ki, Google Azərbaycanda qəbul etsin. Yəni o qədər fərqli, yəni üsullar var ki, yəni hər il Google daha da çətinləşdirir. Hər il hər hansı bir rəqəmsalçı da onun boşluğunu tapır artıq ki, bunu beləcə verə bilərəm. YouTube-da Azərbaycan başlığından deyir ki, istifadə eləməyin reklam verəndə. Google-da nəyisə axtaranda çalışırlar ki, eyli falan nələrsə məsələn də tutaq ki, xaricdə təhsil yazırlar, təhsil yerinə məsələn də. Niyə? Çünki türk dilində qəbul olunur, Azərbaycanda qəbul olunmur. Elə bir söz yazılmasa türk dilində, yəni türk dilinə oxşayan bir şey olsun. Sonra sənin reklamı yönəltdiyin saytın dili də Azərbaycan dilində olmaması lazımdır. Hətta son vaxtlar məsələn gətiriblər ki, sənin hədəflədiyin açar sözlər də Azərbaycanca olmaması lazımdır. Bu bizim kütlənin, yəni cəmiyyətin fərd olaraq sayının azlığından irəli gəlir. Bu əslində 2015-ci ilə qədər Azərbaycan dilində qəbul olunan dillərdən biri idi. 2015-ci ildə Google belə bir qərar çıxartdı ki, əgər mənim həmin ölkə üzrə dəstək xidmətim yoxdursa, yəni support biz adlandırdığımız mesajdan kimisə problemi olan yazır, o dildə olan bir şey sonra cavablanır. Xidmətim yoxdursa və əlavə olaraq da mənim guideline-lar, yəni hər hansı bir təlimatlarım yoxdursa, bu necə olunur? Yəni həmin dildə, həmin ölkə üzrə yoxdursa, mən o ölkə üzrə həmin dili qəbul eləməyəcəm. Belə. Çünki deyir, sən Azərbaycanda bir problem çıxır, mən deyir onu yoxlayacaq adamım yoxdur ki, bu düzdür yoxsa yox. Bu bəlkə illegal bir şey orada sən göstərirsən. Mən deyir onu 2015-ci il hansısa səhv eləmirəmsə bunu ölkədə tələb oldu. Ona görə də ümumiyyətlə bütün dünya üzərindən dedi ki, olsa mən bunu edəcəm. Və Azərbaycan bazarı da o qədər böyük deyil, yəni Google üçün. Bir yaxda dediyi sözə gəlib çıxır ki, balaca bazar olduğu üçün Google-a sərf eləmir burada əməkdaş işlətsin. Bəli, saya uyğun olaraq da. Bəli, bu say əslində yəni bəzi ölkələr var ki, bizdən daha azdır, amma həmin səbəb nədir bəs? Ölkənin bir də elektron kommersiya məsələn, yəni say da önəmli deyil. Məsələ onlayn alış-veriş edən kütlənin sayıdır. Nə qədər insan şey var, dövriyyə məsələsi. Bəli, dövriyyə də çox önəmlidir. Məsələn, çox balaca ölkə ola bilər. Yəni həmin ölkənin amma çox böyük satışlar artıq eləyir həmin ölkənin tərkibində. Onun üçün siz heç cür deyə bilməzsiniz ki, məsələn də yox, olmaz tutaq ki. Avropa ölkələrinin əksəriyyətində olsa bizdən çox da deyil bəzilərinin əhalisi, amma onların dildə qəbul olunur. Amma onlar bu da istərsiniz orta aylıq əmək haqqı falan məsələlərinə girir. Onların onlayn alma məsələsində bizdə yəni təzəlicə onlayn almağa başlayırıq. Ümumiyyətlə ekosistem məsələmiz var bizim ki, altyapı. Yəni dediyimiz insanlar təzəlicə artıq ödəniş sistemləri çıxır, müxtəlif yerli ödəniş sistemlər var və bu ödəniş sistemləri artıq çıxdıqca və şirkətlərə də güvən yarandıqca bu artıq düzəlir. Amma Azərbaycan sayağı elektron kommersiyalarda bizdə də bəzən artıq bəzi şirkətlər də deyir ki, qapıva gətirim, bax, xoşuma gəlsə hansını seçsən onu al. Yəni artıq bizimkilər də ona uyğunlaşıb ki, insanlar budur. Məsələn biz Avropada reklam verəndə ən böyük problem yaşadığımız biz o türk məsələsi var. Türklər daha çox belə qarşıdırlar. Deyir, mən toxunum, əlimlə toxunum deyir o məhsulu, ondan sonra onu alım. Əl çatan edirik. Bəli, məsələn Avropa ölkəsi məsələn Macarıstan o baxımdan şeydədir. Yəni onlar da elektron kommersiya qarşılar. Düzdür. Məsələn onlar Türkiyədən daha yaxşılar. Türkiyə bizdən də yaxşıdır, amma getdikcə belə baxsaq görürük ki, məsələn mən türklərlə 2 il, 3 il bundan əvvəl məsələn də Türkiyədə görüşəndə bizim orada mütəxəssis tanışlarımız var. Danışanda
soruşur ki necədir sizdə? Deyirəm ki, belə. Deyir ki, bizim 10 il bundan əvvəlki halımızdır deyir də. Biz də beləncə idik, amma düzəldik, yəni biz də artıq deyir. Əvvəl də biz də beləncə idi, artıq biz də elektron nəsə alırıq. Bu da düşünürəm ki, indi müəyyən bir vaxtlar, hətta sizə deyərdim o belə bir anlayış var ya, bu o vaxt Obama və hətta ki Bush olanda Change.org-dan nəsə imza toplayırdı. 40.000 imza toplayandan sonra o adam onu çıxış etmək məcburiyyətinə də ağıb. Google reklamlarının Azərbaycana qəbul olması üçün imza toplaması oldu. Təsəvvür edirsiniz, yəni Change.org-da belə bir şey açılmışdı. Düzdür 40.000 toplanılmadı, səhv eləmirəmsə. Amma ən azından atmadılar ki, biz yəni artıq reklam vermək istəyirik, alınmır da, öz dilimizdə verə bilmirik. Amma dedim ki, bunun taktikaları var hamısının. Bizim də zaten işimiz ondan ibarət ki, bunu necə qəbul etdirə biləcəyimiz yolları tapaq və onu həyata keçirək. Azərbaycan dilində biz həyata keçirə bilək. Deməli bizim rubrikamız var. O mu, bu mu? Mhm. Bir mütəxəssis olaraq sizdən fikrinizi soruşacağıq. Bu fikir yoxsa bu fikirsizlikdir? Tamam. Başlayaq. Buyurun. Açıqlama da verə bilərsiniz. Qəfil çıxan trendə qoşulmaq yoxsa hazırki kampaniyanın sonadək plan üzrə aparmaq? Sadəcə elə bir sualdır ki, yerindən az sonra buna qərar veririk, şirkətindən az sonra qərar veririk. Yəni siz böyük bir korporativ şirkətdəsinizsə, trendin hara gedəcəyini bilmirsiniz və yaxşı bir nəticəyə gəlib çıxmaya bilər. Risklidir. Məsələn, Metaverse deyə bir şey çıxardılmışlar. Hamı gedirdi torpaq sahəsi harda olmayan bir yerdə. Və siz ona uyğun olaraq reklamlar eləyə bilərdiniz. Orada torpaq sahəsi də ala bilərdiniz. Kimsə dedi ki, mənim villam var orada, almışam falan bir şeylə, NFT bir anlayışlar falan var idi. Cəmaət deyirdi ki, artıq bu Metaverse-ün içərisində pizza reklamları falan gedəcək. Çünki orada kimlərsə istəyir VSB sürə bilərdi, onlayn şəkildə də sürürsən. Sən deyir ki, insanlar burada həyat yaşayacaq. Siz də pizza şirkəti olaraq orada reklam verə bilərdiniz, böyük bir pullar verə bilərsiniz ki, yəni böyük bir plaza nəzərdə tutulur, amma virtual plazadır. O plazaya girmək üçün müəyyən bir pul ödəyirsiniz. Orada reklamınızı yerləşdirmək üçün. Siz reklam yerləşdirə bilərsiniz sonra ki, trend budur, bundan sonra bu olacaq. Amma çökdümü? Bəli, çökdü. Siz trendə uyğunlaşıb gedə bilərdiniz. Düzdür, buna daha çox böyük şirkətlərin gedə biləcəyi bir şeylərdir. Böyük bir pullar xərcləyə bilər. Amma kiçik şirkətdə bəzən o riskə, yəni ölüm-qalım müharibəsidir. Yəni sən ora getdin, itirdin, itəcəksən ya da ki qalxsan çox qəşəng qalxacaqsan. Bu riskdir mən düşünürəm. Çox ciddi bir riskdir, amma bəzən böyük bir nəticələr də çıxa bilər. Yəni də sən o riskə gedirsən və hal-hazırda bir örnək yadıma düşmür, bəlkə də prosesin içərisində yadıma düşdü. Amma adətən böyük şirkətlər, yəni ümumiyyətlə şirkətlərin növlərinə baxsaq, kiçik şirkətlər adətən çivik olurlar. İstənilən baş verən yeni trendə daha çox uyğunlaşırlar. Çünki həvəsli olurlar. Bəli. Böyük şirkətlər isə oturmuş bir sistem var və şirkət sistem üzərinə idarə olunur. Bir şirkətdə bir sistem var, şirkətdə sistem işləyir. Biraz da rahatlıq var da. Sözünü deyib, sözünü deyə biləcək artıq bilçəyi var. Bunlar çox önəmli məqamlardır. Bəli, amma burada şirkət öz strukturunu dəyişdirə bilməz. Yəni məsələn, indi hər şey TikToka doğru gedir, düzdür? Bəli. TikToka doğru gedirsə, videoqraf anlayışı artıq sıradan çıxır və Reels Maker anlayışı artıq girməyə başlayır bizim həyatımıza. Yəni ümumiyyətlə baxsaz 3 il bundan əvvəl Reels Maker deyə bir şey mi var idi bizim vakansiyalarımızda? Amma hal-hazırda Reels Maker deyə bir anlayış var. Niyə? Çünki Instagramın içərisində Reels deyə bir şey gətirdilər, TikTokun içərisinə gətirdilər, YouTube'un short bölməsi artıq çıxmağa başladı. Yəni sonra Reels Facebook'un içərisinə gəldi. Ən sonunda artıq LinkedIn öz içərisində videolar paylaşmağa başladı, videolar yerləşdirməyə başladı. Gördüyünüz üzrə hamı o vertikal formada olan. Bəli. Artıq daha rahat. Yəni o şeydən çıxırlar. Bir növ belə deyək ki, adi standart ölçülərdən artıq çıxırlar. Amma mən düşünürəm ki, bu standart deyil. Məsəl üçün dünən görürəm ki, Ebru Gündeş mən sevərək izlədiyim bir ifaçıdır. Çünki heç nəyə qarışmır, öz sənətində məşğuldur. Kim nədir ona maraqlı deyil. Şəxsi həyatında istədiyi kimi qurur. Heç ona hər şey qulaq asır, çönür. Görürəm ki, o belə süni intellektdən klip çəkdiribdi. İnsanlar da bir növ yəni qınayırlar. Tarkan eləsə, Ebru Gündeş eləsə, adama qəribə gəlir də. Amma baxın, hamı ayaqlaşır. Burada hara gəlib çıxırıq? İncəsənət sahəsində rejissorların artıq yəni ideyaları iş ortaya çıxartmağa. Yəni bütün sahə, o gün misal üçün bir şəxslə söhbət edirdik, rəqəmsal bankçılıqdan danışırdıq. Deyir ki, misal üçün mən ona sual verirəm ki, süni intellekt inkişaf etdikcə onda biz fərd olaraq işləməyək də, yəni işsiz qalaq. Yəni buna gətirib çıxardır da. Yəni bir növ məsələn inkişaf ona gətirib çıxardır. Baxın 2020-ci ildə pandemiya oldu. Pandemiyadan sonra hər şey digitallaşmağa daha çox doğru getdi. Çünki hamı evində oturub. Biz məsələn də indi bank sektorunda məsələn mən çalışıram. Bank sektorunda məsələn əksər kredit məhsulları artıq digitallaşmağa doğru getdi. Və bu
müştərini məsələn pandemiyadır və yaxınlaşma, sosial məsafə anlayışı var, digər bir məsələ. Sonradan sosial məsafə gəldi. Ümumiyyətlə sən SMS-lə çıxa bilirdin. Ümumiyyətlə bəzi günlər var ki, çıxa bilmirdin sən Amma evindən. mən bunu sevinmirəm. Bəli, mən bəzi məhsullar digitallaşmağa başladı və sən artıq və sonradan görürlər ki, okey də, bu yığışıldı. Şirkətlər görür ki, mən işçinin onlayn işlədə bilirəm də. Bəs mən onu deyirəm də. Hibrid rejim deyə bir anlayış gəlməyə Bəli. başladı. Şirkətlərin əksəriyyəti artıq 2 gün deyir ki, evdən işləyin, 3 gün. Çünki işçi işdə işləyirsə gəlməyi, bu əlavə security-nin orada olmağı, xadimənin orada olmağı Kommunal deməkdir. xərclər. Əlavə kommunal xərcləri olsun, masa məsələsi. 10 dənə masa var. Mən hibrid rejimlə istifadə edirəm. 12 dənə, 15 dənə işçini növbəli şəkildə bir 10 dənə masalıq yerdə işlədərəm. 5 dənə masaya qənaət elədi avtomatik olaraq. Yenə də düşünürəm ki, münasibətlərin yəni korlanmasına gətirib çıxardır, ünsiyyətin. Bu bəzi nüanslar, yəni sən bir ekosistemi pozursan da, bir Bəli. ekosistemi dəyişdirəcək bir addımlar atırsan. Bu həmişə belədir. Yəni ümumiyyətlə, yəni belə bir anlayış. Məsələn, tablet deyə bir anlayış var da, düzdür? Yəni biz uşaqlara artıq telefon və tablet verirlər, amma biz indiki Z nəsli və ondan əvvəl sonrası alfa nəslinə məsələn bir baxsaq, görürük ki, əksəriyyəti asosialdılar. Çünki daha çoxların həyatda vaxt keçirdikləri şey nədir? Telefon. Deyir ki, məsələn, məhəllələrdə çox da futbol oynanılmır. Mən fikirləşirəm ki, bəlkə də daha professional bəlkə də yanaşırlar məsələlərə. Bəlkə də bizim millidə ki, oynayacaq adam bəlkə də tapılmayacaq bir yerdən sonra. Çünki oynamırlar. Məhəllə futbolunun anlayışı yoxdur. Getdikcə düşür aşağı. Bu fəxr edəsi məqam deyil axı. Deyil. Mən deyirəm ki, yəni bunun müsbət tərəfləri də var. Texnologiyanın inkişafının və ya AI-ın inkişafının. Məsələn, ChatGPT deyə bir şey çıxıb, bəli. Deyəcəklər ki, hə marketoloqa qoyaq qırağa ChatGPT yazsın. Deyil eləncik. Yəni mən düzgün promptu qeyd eləməsəm, mən düzgün o yazını qeyd eləməsəm, mən yaxşı material almıram. O zaten hamı üçün var. Baxın bizim üçün biz bir nəsilik ki, danışmışıq, gəzmişik, əylənmişik, oynamışıq, bir-birimizdən qidalanmışıq insan olaraq. Amma yeni 3-5 yaşında həyata qədəm qoyan bir insan, bir uşaq üçün sırf asosial həyat yaşamağı hara gətirib çıxarda bilər? Ünsiyyət qura bilmir. Sabah özünü idarə eləyə bilmir cəmiyyət içərisində, sözünü, öz haqlarını qoruya bilmir. Bu məqamlar məsəl üçün məni düşündürür. Mən gəncli bir ana olaraq düşünərəm ki, yəni mən istəyirəm ki, mənim uşağım qaynasın, qarışsın, loru desək gözü açıq olsun da. Bunu internet üzərindən soyuq yox, hiss edərək, qarışaraq. Amma bu valideynlərdə də bəzən problem görsənir ki, yəni valideyn bunu nəyə görə eləyir? İşinin daha çox olduğu üçün. Artıq əvvəllər bizim bu ümumiyyətlə xaricdə də beləncə idi. Kimlər işləyir? Kişilər daha çox işləyir, xanımlar məsələn də daha çox işləmir, düzdür? Getdikcə elə bir şərait ortaya çıxır ki, sən daha yaxşı həyat rejimində yaşaman üçün, yəni xərclər artır. Kapitalizmin bəlkə sistemində bir növ belə ki, daha çox siz artıq müəyyən bir xərcləriniz çıxır, artıq sən həyat keyfiyyətin artır, keyfiyyət artırsa daha çox işləməlisən, daha çox pul qazanmalısan. Ana da artıq işləyir, istər-istəməz. Ananın çox da vaxtı yoxdur, həm ev işləri var, həm işləyir. Uşaq istər-istəməz biraz daha arxa plana keçməyə başlayır. Onun üçün də çox vaxtdır ki, mənə ata artıq gəzdirməməyə başlayır uşağı və hətta ki, ana çox da vaxtı olmur. Onun üçün ki, tableti ağlamasın və ondan istifadə etsin. O nəsə çıxartmalıdır, enerjisini bir növ verəcək. Bəli. Bunun kimi nüansı var ki, valideynlərdə də burada problem var. Təkcə uşağın üstünə necə günah ata bilər ki, cəmiyyət olaraq bəli. Bu təkcə amma bizim ölkədə deyil bu arada. Yəni bütün dünyada bu tablet yəni bizə 1-2 il gec gəlib uzaqbaşda. Yəni amma bütün ölkələrdə bu formalarda bəli, aktuallıq məsələsi var. Sizə valideynlər buna nəzarət etməsi lazımdır. Düzdür, biraz marketinqdən kənarda amma duyğusal olaraq belə cəmiyyətin problemini danışmağa başladı. Amma onlar hamısı bir istehlakçıdırlar əslində. Marketinqdə o istehlakçıya çatmaq əslində yəni mən çoxlu marketinq olmasına mənim bakalavr ixtisasım idarəetmə olub, sonradan marketinq üzrə master oxumuşam. İndi məsələn çoxlu psixologiya oxuyuram, dəhşət. Çünki insana başa düşməm lazım. Mən necə bir reklam göstərəcəm onlara? Yeri gəlmişkən bir yaşdan sonra artıq insan psixologiya ilə maraqlanmağa başlayır. Ola bilər, yəni. Bir yaşdan sonra artıq insan deyir ki, psixologiyada biraz da maariflənsəm, həm işimdə, həm həyat tərzimdə daha uğurlu olaram. Elbət ki, bizi psixologiyanın əvvəllər o qədər də önəmli olduğunu yeritməmişdilər beynimizə. Ola bilər. Bəlkə də bizim cəmiyyət olaraq qalxdıqca, müəyyən bir mövqeyimiz qalxdıqca, müəyyən bir yerə gəldikcə, inkişaf etdikcə, psixologiya ilə maraqlanan insanlar ətrafımızda artmağa başlayır. Bəlkə də biz köhnə əvvəlki yəni o əvvəlki bizim ətrafımızda olan insanlarla indi yenə ünsiyyətə keçsək, onlar görəcək ki, yenə olsun bizdən eyni yaşdadılar, amma yenə onlar psixologiya ilə maraqlanmırlar. Onlar elə yenə gedir, gəlir, siz sadəcə
o Maslow piramidası var. Maslow piramidasına görə 5 insan 5 mərhələdə elə bil ki, ehtiyacları 5 hissədən ibarət. Birinci məsələ sənin artıq qida məsələndir. Sonrasında artıq sənin təhlükəsizlik məsələndir. Artıq başını sala biləcəyin bir evin olmasıdır. Üçüncü məsələ məsələn sən bir sevgidir, sevgi anlayışıdır. Məni sevsinlər istəyirsən. Dördüncüsü cəmiyyətdə mən artıq tanınım istəyirsən. Ego tatmin eləmək. Egonu tatmin eləməksən. Bir də var ki, ən üst var ki, artıq hamı mənə tabe olsun anlayışında. Mən idarə edeyim insanları məntiqidir. Bir növ belə deyək. Və burada da siz Maslow piramidası necə işləyir? Siz daha çox maaş aldıqca siz birinci yeməyinizi okey çeyirsiniz. Sonra deyirsiniz ki, təhlükəsizlik önəmlidir mənim üçün. Sonra deyirsiniz ki, məni sevsinlər. Sonra deyirsiniz ki, cəmiyyət məni sevsin. Sonra deyirsiniz ki, mən cəmaatı idarə edeyim. İdarə necə edə bilərsiniz? Psixologiya öyrənirsiniz. İnsanlar necə mən idarə edə bilərəm tipli anlayışla edirsiniz. Cəmiyyət olaraq da biz inkişaf edir. Ətrafımız dəyişir. Ətraf dəyişdikcə də bu da istərsəməz siz başqa nüanslara gəlib çıxırsınız ki, mən başqa bir şey öyrənirəm. Çünki sizin ətrafınızdakı insan dəyişir və onun da maraqları sizlə yəqin ki, üst-üstə düşür. Bəzən yəni düşmədikcə zaten sonra tərk edirsiniz. Düşən insanlarla artıq ünsiyyət qurmalısınız. Ümumiyyətlə hər şey networkingdir. Yəni mənə görə hər şey ətrafdır. Amma süni intellektin inkişafı bu networkingi biraz zədələyir. Biraz amma süni intellektlə məşğul olan, süni intellekt işi ilə məşğul olan şəxslərlə bir araya gələ bilərsiniz məsələn. Hə, o da var. Məsələn mən LinkedIn-də çox aktivik. Biz bu aktiv olan şəxsləri məsələn bir araya gətirmişik. Başlayırıq onlarla bir yerdə görüşlər keçirtməyə. Hə, maraqlıdır. Yəni getdikcə məsələn o artıq müəyyən bir community biz anlayışın, yəni bir cəmiyyətlər anlayışına gəlib çıxır. Artıq hamının bir cəmiyyət olur. Yəni sən bir cəmiyyətə bağlı olman lazımdır. Yəni cəmiyyətə bağlı olmadığı zaman o ibtidaizm quruluşunda var. Yəni hansı sürüdən olmaz, sürüdən ayrı düşən bir kurt kapar anlayışı var da. Yəni sən hansı sürüdə olman lazımdır. Yəni maraqsız olar da, qaynayıb qarışmaq üçün bir cəmiyyət lazımdır. Öz təbiətinə uyğun insanlar. Bəli. Davam eləyək. Qısa reklam çarxı yoxsa uzun interaktiv məqalə? Məqalələr artıq heç kim oxumur. Dəbdən düşüb. Düzdür, biz çoxlu blog yazıları yazırıq, komandamız olaraq da məsələn yazırıq. Çünki insanlar görürəm ki, bunu axtarır. Axtarırsa demək ki, yazmaq lazım. Birinci növbədə bunun müəyyənləşdirməyin yolu sən hansı mövzuda birinci yazacaqsan. Biz SEO dediyimiz bir şey var ki, Search Engine Optimization. Google-da hər hansı bir sözü yazın. Baxın görün sizin axtarış nəticənizdə nə çıxır. Əgər məqalə çıxırsa, demək ki, məqalə yazmalısınız. Əgər video çıxırsa, video çarx çəkməlisiniz. Əgər şəkil çıxırsa orada, biz bunu axtarış niyyəti adlandırırıq. Məsələn, Google-a gəlinlik sözünü yazın. Görəcəksiniz ki, çoxlu şəkillər çıxır birinci nəticədə. Demək ki, şəkil çıxartmalısınız. İnsanlar şəkil görmək istəyir. Çoxlu şəkil, kataloq. İngilis dili öyrənmək deyə bir söz yazın Google-a. Görəcəksiniz ki, video çıxacaq. Niyə? Çünki öyrənmə sözü ümumiyyətlə qəbul olunmuş bir şey var ki, pulsuz nəsə axtarır, YouTube-da bir şey axtarır. İngilis dili öyrənmə sözünün 58.000 YouTube-da axtarış həcmi var. Google-dakı axtarış həcmi 1300-1400. Google-dan özünə. Demək ki, bir şey YouTube-da daha çox axtarılırsa, demək ki, video kontent olması lazımdır. Qısalıq və uzunluq məsələsinə gələndə isə 3 saniyə bir anlayışı var. İnsanlar 3 saniyə başını artıq belə ki, Allahdan da, yəni onların diqqətini belə deyək ki, cəlb eləyə bildin yoxsa yox. Yəni həmin vaxta qədər onu sən cəlb eləmən lazımdır, həmin şəxsin diqqət. Həmin şəxsin 3 saniyə ərzində diqqətini cəlb elədinsə, artıq sən belə deyək, həmin reklamın davamını da izlətdirəcəksən. Əsas məsələ orada səndə, bəli. Sən 3 saniyə ilə onun diqqətini cəlb elə, ondan sonra digər. Məsələn, bloqerlərin çoxsunun istifadə etdiyi bir şey var ki, məsələn, toyuq bişirəcək. Başlanğıcda sizin toyuq almağa getməyiniz ilk 3 saniyəsi insana maraqlı deyil. Onun hazır versiyasını ilk 3 saniyədə göstərir. Buğ çıxırca toyuqdan, tufovkadan belə şey çıxardır. Ondan sonra başlayır artıq bunu davam ki, toyuğu aldım, gətirdim, doğradım, falan bir şeylərdən və sonra davamını gətirir. Və yaxud da ki, o görmürsüz yəqin ki, son trendlər viral yayılan reklamlardan. Kriket tutaq ki, oynanır. Vurur belə içindən topa vurdu belə ki, top gəlir, ekrana göndərir, sən belə şeysən, başqa bir şey girdir, reaksiya verir, başqa bir şey ki, o top gəldi, başqa bir şey gəldi, adama dəydi, adam açdı belə ki, sonra izah eləyir ki, kafemizə gəlin falan bir şeydir. Götürür, suyu yolun ortasındadır, 5-6 nəfər dayanıb, suyu götürür əlindən vedrə ilə tökür başlarına belə ki, hamısı da düşür, səmən sözüm hücum eləməyə çalışır. Bu bağlayır şirkətin qapısını belənci. Bunda kənardan video çəkirlər, başlayır. Görürsüz, deyir, hamı bizim deyir, şirkətə gəlmək istəyir, xidmətləriniz olmaq istəyir. Siz də dayanın, əlində kampaniyamız falan vaxta qədər keçərlər. Əvvəlində çəkdi, ondan sonra artıq
şeyin izah edir ki, məsələn, mən bunu istəyirəm. Bu təzə trenddir. Bu nə zaman indi sıradan çıxacaq, bu başqa bir şeydir. Amma hal-hazırda məsələn ən çox istifadə olunan kiçik və mikro və kiçik məsələn çox istifadə edir həmin tipdə olan reklamları. Və yenə də deyirəm, bunu müəyyənləşdirməyin ən gözəl yolu Google-a bunu yazmaqdır. Google-a yazan kimi Google birinci nəyə çıxardıbsa, sənə istiqamət verir. Bəli, istiqamət verir ki, bunun axtarış niyyətidir. Çox adam bunu səhv eləyir. Yəni də, görürsən ki, bununla bağlı video varsa, sən gedib bununla bağlı məqalə niyə yazırsan? Yəni çünki video çıxır da, yəni hamı daha uğurludur. Yox, bəzən bəzi şeylər var ki, məqalə axtarır məsələn. Asan imzanın 0.35 kodunun tutaq ki, səhvi nəyə görədir tutaq ki, deyə bir şey axtarırsa, sən götürüb bununla bağlı video çəkə bilərsən, məqalə yaza bilərsən, amma şəkilli deyil, uyğun deyil məsələn orada. Və ki, deyir, qaza kredit şeyini necə vura bilərəm tutaq ki, bununla bağlı məqaləsini oxumayacaqlar. Adam video görsün, kartı götürdüm, vurdum ora falan bir şey oldu. Yəni bu hadisəyə görə dəyişir. Bəli, situasiyadan sonra dəyişir, amma adətən hal-hazırda video daha çox izlənir, nəinki hər hansı bir. Həm də göstərici, vizual olaraq hər şey izah edir. Biri var oxuyursan, biri var ki, görürsən. TikTok niyə yaxşıdır hal-hazırda? Yazı demək olar ki, sıfır, yəni çox az yazı var. Daha sonra video kontent üzərinə qurulub. Əvvəllər yazı idi, sonra şəkil oldu. Facebook məsələn şəkil üzərinə idi. Facebookun içərisində video yox idi. Instagramda da həmçinin. Sonradan video kontent deyə bir anlayış gəldi. Yəni getdikcə yazının çox olduğu platformalara baxsaz, ən aşağı birinci bizdə başlayan LinkedIn professional bir platformadır. LinkedIn-dən sonra gəlir Facebook 1.70 neçə milyondur. LinkedIn 1 milyon civarında bir şeydir. Sonra gəlir Instagram sonra da daha böyük bir kütlə gəlir TikTok. Gördüyünüz kimi baxsaq, görürük ki, ən çox istifadə olunan TikTok niyə? Video content. O zaman video çıxardacaq. Amma həmişə yox da yəni. Yerindən asaraq bəzən dəyişə bilər. Sonuncu iki fikri səsləndirim, görüm hansını seçirsiniz. Bir kampaniyanı vaxtından əvvəl dayandırmaq, yoxsa uğursuz olsa da sonadək aparmaq? Rəqəmsal marketinqin ən böyük uğuru da ondan ibarətdir ki, anında onu dayandıra bilərsiniz. Ənənəvidə məsələn o ciddi problemdir əslində. Bəli, bu barədə mən sizin bir videonuzu izləmişdim. Siz dediniz ki, televiziyaya reklam versəz, yəni onu sizdən dayandıra bilmərsən. Anında dayandıramazsan. Bəli, amma sosial mediada $400 pul qoymusansa, $100 sonra tutubsa bu reklam, $300 gelir götürürsən. Bəli. Burada artıq yenə də sizin məhsulunuzun stokda nə qədərdir. Məsələn, mən orada yəqin ki, misal vermişəm, evlə bağlı misal vermişəm. 10 dənə sən ev satırsan, premium evdir. Və ya yaxta satıram, 3 dənə yaxta satıram. Mən də planlaşmışam, buna $5.000 pul xərcləyəcəm. Düzdür? TV-də də müqavilə bağlayıram. TV-də də bağlayanda bir dəfəlik bağlaya bilərsən, baha başlayır. Ayda bir aylıq bağlayırsan. Fikirləsən ki, bir aylıq mənim bu verilişin içində 4 veriliş olacaq, onun içində mənim reklamım gedəcək. Sən digitalda reklam verirsən, 5 yaxtavın məsələn, 5-in də ilk birinci gün satdın tutaq. Reklam klikləsən və dayandırırsan və artıq ehtiyac yoxdur mənim bunu verməyə. Amma TV-də müqavilə bağlanıb, müqavilədən çıxmaq üçün bəzən çıxa da bilirsən, cəriməni ödəmən lazımdır orada. Cərimə də elə müqavilə qiymətinə yaxın bir şey gəlir, çıxır, sən sərf eləmir. Heç sərf eləmir. Yəni onun üçün deyir ki, qoy getsin, növbəti kartaları sataram, indidən nə satıram. Yəni belə bir nüanslara gəlib çıxırsan. Çox sağ olun. Bugün çox maraqlı həmsöhbət oldunuz bizə. Mövzuları açdınız, gəncləri maarifləndirdiniz, istiqamətləndirdiniz və sonda da 1, 2, 3, 4, 5 kəlmədən ibarət maraqlı bir motivasiya dolu mesaj ötürün. Motivasiya, yəni okey. Mənim yekun sözüm odur ki, heç vaxt motivasiyanı işləməyin. İşləməyək? Bəli. Motivasiya bizi belə deyək ki, aldadan bir şeydir. Motivasiya daim deyil. Bizim mudumuzdan, hadisələrdən asılı olaraq dəyişən bir şey. Siz işləmə sisteminizi disiplin üzərindən qurmanız lazımdır. Müəyyən bir disiplininiz olması lazımdır. Disiplin daimidir. Və disiplinlə işlədiyiniz zaman heç vaxt hava belə oldu, isti oldu, soyuq oldu, mən buna görə belə eləmirəm falan bir şey olmayacaq. Yəni, motivasiya işlədiyiniz zaman motivasiya sizin ətrafınızda olan istənilən hadisə sizin o motivasiyanıza təsir etdiyi üçün disiplinlə işləmək həmişə yəni daha çox olmasa belə. Məsələn, motivasiyadan elə bir ki, o diapazonlarına baxsa beləncə qalxır, amma düşür, beləncə aşağı. Disiplin isə eyni tempdə davam etməlidir. Yəni, onun üçün az yürüyəcəksin, amma hep yürüyəcəksin deyə bir şey var da yəni. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkürlər.